Allah cəzalandırdı, üstündən danışmayacam mən. Allahın cəzası budur. Ata deyər, sənlə danışdırmayacam, ha. Övlad bivec olsa, üzr istəyirəm, bağışlayın siz Allahına. Ya danışdırırsan, danışdırırsan, yeməyimi al, suyumu versin, neyinəm danışdırsan mən. Belə övladlar var, atası bundan, anasından rahat yaşayır, fikir vermişsiniz. Amma övlad sənə deyirəm, yaşatdığı yaşayacaqsan. Balon sənə yaşatacaq bunu. Ya bir kimsə sənə yaşatacaq bunu. Sənin üçün ki, nə atanın, nə böyüyün, nə ananın narahatçılığı, elə rahat yaşayırsan özün üçün, ha. Sən yaşayacaqsan bu həyatı. Sən deyən hələ sənin qabaqda nələr gözləyir? Ya tövbə elə, özünə qayıt. Allah gör nə deyir? Üstündən danışmayacam. Siz danışdırmayacam ümumiyyətlə. Sonra buyurur və la yüzəkkihim. Siz paklamayacam. Və ləhum əzabun əlim. Sizi şiddətli əzab gözləyir. O kəslər ki, ilahi buyruqları ucuz satır. O kəslər ki, ilahi buyruqları təhrif edir. O kəslər ki, ilahi buyruqları gözdən salır. Allah cəzalandıracaq onu dünya və axirət.